Tabunçu rayonu Zabrat 1 qəsəbəsində. Tuneli keçəndən sonra 307 saylı məktəbin əhatəsində yerləşən 4 otaq bir evi sizə təqdim edirəm. 2 sot qədər torpaq sahəsində 110 kvadrat olan 4 otaqlı kürsülü bir evdir. Mərkəzi kanalizasiya sisteminə qədər var. Bu da bir ev üçün ən üstün bir cəhətdir. Hazırda kiçik darvazadır, əl qapısıdır. Böyük darvaza qoyularsa rahatlıqla həyətinə bir maşın daxil ola bilər. Sanuziya sanitar qovşağı birlikdə inşa olunub və həyətdədir. Lakin istəyən şəxs evin qarşısında tam rahatlıqla sanitar qovşaq edib evə daxil edə bilər. Yəni tam ayrıca bir yer var. Evin qarşısı açıq balkondur. Bu hissədə mətbəx inşa olunub. Və keçid alaq evin iç hissəsinə. Mətbəx çöldən giriş olsa da ayrıca yəni zala baxan hissəsindən qapı açmaq mümkündür. Bu evin hazırda yəni girdiyimiz hissə qonaq otağıdır. Əks istiqamətdən də göstərim. Qaz, işıq, su sayğacları hamısı quraşdırılmış vəziyyətdədir. İstilik sistemi hazırda qızdırıcı vasitədən istifadədir. Evdə uzun müddətdir yaşayış olduğundan biraz əl gəzdirmək lazımdır. Təmirə ehtiyac işləri var. Yəni çəkilişdən də göz önündədir. Otaqları olduqca normal və geniş ölçülü otaqlardır. Və nəhayət son otağı göstərim. Ümumi sahəsi 110 kvadrat qədərdir. Sənədi bələdiyyədir. Qiymətə gəldikdə çox münasib bir qiymət deyəcəm sizə. 53.000 manatla satışda olacaq. İnşallah ki, real alana ev sahibi tərəfindən tam normal endirim güzəşt olunacaq. İnşallah xeyirlisi ilə sahibinə qismət olsun.